Bismillah, elhamdülillah və salatu və salamu alə Rasulillah və bə'd. Allah rızası üçün ziyarət etməyin fəziləti və xəstəliklərin günahlara kəffarə olması barədə kiçik bir xatırlatma. Ənəs radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. Hər hansı bir bəndə öz qardaşını Allah rızası üçün ziyarət etməyə getdiyi zaman səmadan bir carçı belə deyir: Xoş gəldin. Sənin üçün cənnət uğurlu oldu. Allah isə öz ərşinin səltənətində belə buyurur: Qulum mənim üçün qardaşını ziyarət etdi, ona ziyafət vermək mənə aiddir. Mən ona cənnətdən başqa bir ziyafətə razı olmaram. Allahu akbar. Rəbbimiz Əz-Zümər surəsinin 73-cü ayətində buyurur: Rəbbindən qorxanlar dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: Sizə salam olsun, xoş sizin halınıza, əbədi qalmaq üçün buraya daxil olun. Allahım bizləri o nida ilə qarşılanan qullarından et. Allahumma amin. Həmçinin rəvayət edilir ki, Əbu Umamə demişdir: Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurdu: Həqiqətən müsəlman qul xəstələndikdə Allah mələklərinə belə vəhy edir: Ey mələklərim, mən qulumu iplərimdən biri ilə bağladım. Əgər onun ruhunu alsam, bağışlayaram. Yox, əgər onu sağaltsam, günahlarından təmizlənmiş olar. Allah Azze və Cəllə bizi eşidib xeyrə faydalanan qullarından etsin. Allahumma amin. Subhanaka Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və atubu ileyk.